Salam, hər vaxtınız xeyir olsun. Şahmar Salman YouTube kanalının hörmətli, dəyərli izləyiciləri, hər birinizi xoş gördük. Hal-hazırda mən Şahmar Salman olaraq sizlərə bilirsinizmi, bir video göstərəcəm. Həqiqətən də çox belə mətal qalacaqsınız ki, yəni bu idman sahəsində də monopoliya var. Bəli, idman sahəsində də monopoliya var. Deməli, bu kickboksing üzrə 9 qat dünya çempionu Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıbdır. Hal-hazırda xəstəxanadadır. Yəni Araz Musayeva hücum olubdur, belə deyək. Öz hesabına, öz idmançılarının hesabına, belə deyək də, Antalyadakı yarışa gediblər, belə deyək. Wi-Fi yarışına gediblər, belə deyək. Deməli, təsəvvür edin, Wi-Fi yarışında iştirak etmək üçün Antalya şəhərinə gediblər, Türkiyənin Antalya şəhərinə. Orada hücum olunub, Araz Musayev gözəl 9 qat dünya çempionu, 3 qat Avropa çempionu və s. bir neçə yəni titulları var, belə deyək. Allah kömək olsun, inşallah xəstəxanadan sağ-salamat çıxar. Təsəvvür edin, onun danışığına mən qulaq asanda heyran, belə mətal qaldım da. İdman sahəsində də monopoliya var, biabırçılıq da Allah'ın da olsun. Nədir, bunlar getməsin, başqa biriləri getsin, öz adamlarını göndərsinlər. Belə indi təsəvvür edin ki, mən 100% əminəm ki, elə Araz Musayevi həmən adamlar vurublar. Araz Musayev vurulmamışdan öncə danışıbdı, videosu var. İndi belə deyək də, Araz Musayev danışacaqdır. Yəni o videoya baxın, diqqətlə baxın, diqqətlə qulaq asın. Ondan sonra fikirlərinizi rəy bölümündə yazarsınız. Bu idman sahələrində də vallah billah həqiqətən biabırçılıqdır. Bir də idman qalmışdı. İdmanda da monopoliya var. Bu nə vaxtı belə düzələcəkdir? Nə vaxtı bizim bu hər bir sahədə monopoliya var. Hər bir sahədə. Bu monopoliya yığışdırılsaydı əla olardı, bomba olardı. Biz də biraz sadə insanlar da məsəl üçün belə nəsə bir iş görə bilərdilər də. İnşallah ki, salamatçılıq olsun, yaxşılıq olar Allahın köməkliyi ilə. Araz Musayev də indi sağ-salamatdırsa da Allah köməyi olsun. Yarışları belə medallar qazansınlar, Azərbaycan bayrağını daha da yüksəklərə qaldırsınlar. Uğurları bol olsun Araz Musayev və Araz Musayevin idmançıları, hər birinə uğurlar arzulayıram. Bəli, mən şəxsən həmişə haqqın, ədalətin yanındayım. Bu kişi öz cibindən qoyub gedibdir, belə deyək də, danışır da əzizlərim, danışır, diqqətlə qulaq asın. Dövlət başçımıza da müraciət edir, Ali Başkomandanımız, cənab prezidentimiz İlham Əliyev cənablarına da müraciət edir. İdman naziri Fərid müəllimə də müraciət edir. Fərid müəllim, bəli, müraciət edir. Başqa kimə müraciət eləsin? Bir idman nazirinə müraciət edə bilər, bir də cənab prezidentimizə müraciət edə bilər. Və salam, başqa kimə müraciət eləsin? Daxili İşlər Nazirinə müraciət eləsin, prokurora müraciət eləsin, kimə müraciət eləsin? İndi indən belə, yəni onsuz da elə olacaqdır ki, yəni bu araşdırma aparılmalıdır ki, bu kimlər eləyibdir. Bəlkə də məlumdur ki, kimlər eləyib, kimlər eləməyibdir, belə deyək. Əsas odur ki, inşallah ki, sağdırsa da Allah kömək olsun, dünyasını dəyişibsə də ruhu şad olsun.
Çünki bu videosu indi qoyduğum video paylaşmamışdan qabaq mən paylaşmamış yox, yarışa getməmişdən qabaq paylaşıbdı. Belə deyək də bu videonu paylaşıblar. Belə deyək də Antalya'ya yola düşməmişdən qabaq Araz Musayev müsahibə veribdi, paylaşıblar. İndi mən də onu sizlərə, eşitməyənlərə çatdırım ki, Araz Musayev vurulmamışdan öncə müsahibə verib danışıbdır. Sizlər də diqqətlə qulaq asasınız, paylaşasınız, bəyənəsiniz, kanalımıza abunə olasınız. Mən həqiqətən də kickboxingdir, MMA-dir, sərbəst güləşdir, bunları həqiqətən də çox sevirəm. Çox adamlar futbolu sevir. Mən ancaq həqiqətən də bu MMA döyüşləridir, ondan sonra kickboxingdir, boksdur, sərbəst güləşdir. Bax, bunları həqiqətən də çox sevirəm. Müəyyən elə bir idman növləri var, həqiqətən də nifrət eləyirəm. Xoşum gəlmir. Nəsə, da adlarını çəkmirəm, kimlərsə o idman növlərindən istifadə edə bilər, belə deyək də. O idman növlərindən istifadə eləyər, məsəl üçün xətirlərinə dəyər, ona görə yəni istəmirəm ki, o başqa idman növlərini adlarını çəkim, belə deyək. Ki, yəni mənim o idman növlərindən xoşum gəlmir, ancaq bu idman növlərindən xoşum gəlir. Bir daha əzizlərim, hörmətli, gözəl, dəyərli izləyicilər, yəni bu paylaşımımız, yəni belə nətər deyim, xoşunuza gəlirsə bəyənərsiniz. İndi diqqətlə qulaq asın. Araz Musayev qardaşımız danışacaq və fikirlərinizi yenə deyirəm, rəy bölümündə, kommentariyada yazın və bəyənin, xahiş edirəm. Qoy hər bir şəxsin qabağına çıxsın ki, bu görsünlər ki, nə var, nə yoxdur. Xahiş edirəm, əziz, hörmətli, gözəl, dəyərli izləyicilər. Araz Musayevə də Allah şəfa versin, Allah kömək olsun. İnşallah sağ-salamat gəlsin. İdmançıları da yüksək nailiyyətlər əldə etsinlər inşallah. Əzizlərim, bəyənin, xahiş edirəm. Çünki mən bu idman, o Araz Musayevin o idman növü var, qaydasız döyüşdür, yəni MMA-dir, ondan sonra kickboxingdir, elə Muay Thai da elə o idman növünə aiddir, belə götürəndə, o bir bambaşqa cürdür. Yəni əsas odur ki, əzizlərim, biz belə başa düşməliyik ki, yəni bu gedişat yaxşı olmalıdır. Xahiş edirəm, bəyənin, paylaşımımızı bəyənin, Araz Musayevin müsahibəsinə də qulaq asın, diqqətlə qulaq asın, xahiş edirəm. İnanıram ki, yəni belə nətər deyək də, hər bir işi, həyatı başa düşən insanlar bu paylaşımı bəyənəcəklər və haqq, ədalət öz yerini tapacaqdır inşallah. Monopoliyaya da lənət olsun, bir sözlə. Eşq olsun, gözəl həyat. Yaşayasın gözəl həyat. Öpürəm, var olun. Haqqınızda halal eləyin. Təşəkkür edirəm, minnətdaram. Qulaq asın Araz Musayev qardaşımıza. 9 qat dünya çempionu deyil. 9 qat dünya çempionu vuran oğlanın o elə bu baxanlar üzünə tüpürsün. Bu videoya baxanlar üzünə tüpürsünlər. Sağ olun, var olun. Və yaxud sifariş verən. Bugün bildiyiniz kimi Türkiyənin Antalya şəhərində dünya çempionatına yola düşürük. Muay Thai Federasiyasının prezidenti olaraq və bu tutduğumuz idman yolunda bütün idmançılarımıza uğurlar arzu edirik. 16 idmançı, 4 rəhbər heyətlə bu yarışa yola düşürük. Ancaq çətinliklərə baxmayaraq, çətinliklərlə də olsa bu yarışı etməyimiz üçün İdman Nazirliyi tərəfindən bizə heç bir köməklik olunmadı. Bildiyiniz kimi İdman Nazirinin şöbə rəisi Elnur müəllim tərəfindən tam olaraq qarşımızın alınmasını öz səylərini göstərdi və bildiyiniz kimi Muay Thai Federasiyasına əks olaraq Kickbox Federasiyasının vitse-prezidentin və digər nümayəndələrin yola saldı
yola saldı və orada qarşı durma yaratması üçün bunları etdi və biz bilirik ki, Dünya Muay Thai Federasiyasının qarşısında bizim nüfusumuzu aşağı salmaq üçün bu addımları atır. Ancaq buna baxmayaraq Muay Thai Federasiyası hər zaman yarışlarda öz gücünü göstərmişdir. İstir Avropa oyunlarında, istir dünya oyunlarında, istir dünya Avropa çempionatlarında hər zaman öndə olub. Bugünkü yarışda da öndə olacaq. Qabaqda gələn İslam oyunlarına da hazır olacaq və buradan da üzümüzü tuturur İdman Naziri Fərid müəllimə, cənab nazirimizə üz tuturuq ki, Elnur müəllimin etdiklərini qabağını alsın və biz Muay Thaiistlərin və biz idmançılara maneə törədilməsin. Nazirlik tərəfindən heç bir vəsait ayrılmadı və bizim vəsaitdə deyilənlərə görə olduğu kimi kickboks Elşən müəllimə ayrılmışdı bu vəsait və inanıram ki, tez zamanda dövlətimiz, dövlət başçımız bunun qarşısını alacaq, bu dövlət başçımıza çatacaq. Biz buna inanırıq və biz özümüz, öz hesabımıza, öz necə deyərlər, çətinliyimizlə, uşaqlarla bərabər, məşqçilərlə, vitse-prezidentlə bərabər olaraq axır ki, bu komandanın vəsaitini toplaya bildik və bu günləri Azərbaycanın üç rəngi bayrağını, himisini səsləndirmək üçün Antalya şəhərinə yola düşürük. Biz inanırıq ki, bayrağımız ən uzaq pillələrdə olacaq, himnimiz də ən uzaq səslərlə səslənəcək. Buradan da birbaşa üz tuturuq Fərid müəllimə, cənab nazirimizə üz tuturuq. Xahiş edirik ki, bu haqsızlığın qabağını alsın, Elnur müəllimin etdiklərini nəzər yetirsin və Muay Thai öz, necə deyərlər, azad fəaliyyət göstərməsinə malik olsun. Ona görə buradan bir daha nazirimizə ünvanlayırıq. Cənab nazir, biz idmançılarımızı və biz idmançı olaraq bunun önünü almağımıza, önü aldığına görə Elnur müəllim